İlk öncə hər iki qalibi təbrik edirəm, çünki finala qədər gələn komanda yəqin ki, zəif bir komanda deyil və necə deyirlər, bundan daha yaxşı, daha gözəl çempionluğa biz öz adımızdan deyirik. Bence ola çempionluğu başlayacağız. O da olar, inşallah qazanarlar. Mən ilk öncə birinci yarışmış komandanı təbrik edirəm, başqa bir son müəllim olmaq şərtindən. Və ikinci yerdə Roma komandasıdır, onları təbrik edirik. Onlar da həqiqətən çox layiqli komandadır, çox gözəl də oyun mühafizəsində. Çempionat başda da demişdi, yəni bu bizim bu maçda ilkdir. Ona görə müəyyən təcrübəsiz tərəflərimiz ola bilər, amma söz verir ki, növbət dəfələr bu daha yaxşı olacaq və daha gözəl formatda olacaq. Əlimizdən gəldiyi qədər hədiyyələrimizi bol etmişik və çalışacaq ki, bizim çempionat sizlər üçün yadda qalan olsun və bir növ, belə deyək, daima bizlə əməkdaşlıq edəsiniz. Mən təqdim etmanı açılışını elədim. Lakin bizim burada ən yaxşı qapıcı, ən yaxşı oyuncu və ən çox gol vuran oyuncu üçün hədiyyələrimiz də var. Eyni zamanda hakimlərimiz üçün də kiçik hədiyyələrimiz var. Qaliblər üçün isə kubok birinci yer üçündür və diplomlar var və bildiyiniz kimi medallar, eyni zamanda ödənişlər. Biz ilk öncə qapıcını tərtib etmək istərdik, onu isə bizdən Səbuhi müəllim tərtib edəcək. Ən yaxşı qapıcı tərtib etmək. Eldən comeback komandasının üzvüdür və həqiqətən çox yaxşı oyun göstərdi. Biz də fikirləşdik ki, bu ən yaxşı qapıcı olacaq. Sağ ol Səbuhi. İkinci medalımızı Murad, medal dediyimiz hədiyyəmizi Murad təqdim edəcək. Özün artıq seçim təqdim edəcək. Bombardier. Buyur o zaman Bombardier. Belə deyək, qrup mərhələsindən başlayaraq öz sözünü deməkdə başlayan bir futbolçu var idi ki, o da ki, Roma komandasında olan Özal İsmailovdur. Hər oyuncu Hayır, Qobustan tamam. Ən yaxşı oyuncu. Demək, əlbəttə bizim oyunları belə bir növ əsas idarəçiləri, hakimlərimizdir. Mən onlara sizin qarşınızda təşəkkür bildirirəm. Nəticə etibarilə futbola baxan hər bir kəs Kolinyanı belə müzakirə edir. Yəni bizdən özümüzlə müzakirə edir. Hakimlər oyun hakimidir. Yəni onlar normal həyatda normal insanlar və normal bizim kimi futbol sevərlərdir. Sadəcə onların bizdən fərqi bu oyun idarə olmasını bizdən daha yaxşı bilirlər. Yəni hər nə oldusa oldu oyunda və biz artıq finalımızı etdik və uğuruna yekunlaşdırdık.